hansı millət vəkilləri ilə belə yaxın, ailəvi dost, sirdaş, elə bir münasibət varmı? Yox, əlbəttə. Bir Kim? neçə millət vəkilləri var ki, onlarla mənim münasibətim, ailəvi münasibətim var. Toylarında, tədbirlərində bir yerdə oluruq, ailəvi oluruq. Amma hamısı ilə deyil. Bu çox az saydadır, 4-5 millət vəkili olar. Amma qalanları ilə də çox səmimi münasibətim var. Kimdir onlar o 4-5? Var. Zahid Orucla çox yaxınam. Qüdrət Həsənquliyevlə, Kamal Cəfərovla, yeni parlamentdə olanlarla. Yəni xeyli millət vəkilləri var ki, onlarla təmasım çox kifayət qədər çoxdur və çox yaxın münasibətlərim var. Amma bütövlükdə Milli Məclisin bütün üzvləri ilə, istər qadın, istər ki, millət vəkilləri, hamısı ilə də çox səmimi münasibətim var və 20 il ərzində də heç biri ilə hansısa bir xüsusi bir konfliktim olmayıb. Yəni həmişə belə səmimiyyəti qoruyub saxlamışıq, səviyyəli. Səmimiyyətdən çox səviyyəli münasibəti qoruyub saxlaya bilmişik. Bu önəmlidir. Yəni tənqid də eləyən olub, mən də tənqid eləmişəm, amma yenə çıxanda çayxanada, başqa yerdə əlbəttə. Həm də mən öz şəxsiyyətimə hörmət eləyən adam olduğuma görə başqasının da şəxsiyyətinə heç vaxt hörmətsiz yanaşmıram. Amma kimlər ki, biraz o təhqir ya hansısa bir kobud üslubda eləyirlərsə, onları da hər halda Osmanlı tokatı arada ilişdirməyi borc bilirəm. Bunu da eləmək lazımdır bəzən.